Salam uşaqlar, gəlin Unit 4-ün test izahlarına baxalım. Birinci sözümüz secret, müqəddəs, suggest təklif eləmək, schedule da planlaşdırılmış deməkdir. Birinci sözümüzdə planned, planlaşdırılmış. Heç arxasını oxumuram. Scheduled, deməli 3A bəndidir. Give an idea to other people, başqa insanlara ideya vermək, fikir vermək, yəni təklif etmək, B bəndi. Holy müqəddəs, scared də müqəddəs. Əlavəyə baxmaq ehtiyac yoxdur, C bəndi. Holy and deserving respect, yəni hörmətə və holy müqəddəs və hörmətə layiq, deserve layiq olmaq deməkdir. Deməli holy ilə sacred sinonim oldu. Sizə bir söz öyrədim. Biri də var scared. Bu qorxmuş deməkdir. Güman ki, bunu qatdınız avtomatik olaraq. Belə yadda saxlayın. Baxın, hərflərin yeri dəyişikdir. Burada acıdır, burada c adı. Bunu da belə yadda saxlayın. Müqəddəslər həmişə ac olur. Yəni, ac olan müqəddəs sözüdür. Baxırıq ikinci testdə. İkinci testdə beneficial, gəlirli, focus, fikrini cəmləmək, literacy də ədəbi deməkdir. Give a lot of attention to person thing. Bir şeyə deməli daha çox diqqətini vermək, hansısa bir person, şəxsə və yaxud da nəyəsə. Focus deməkdir, A bəndi. Beneficial, helpful, useful, good. Yəni köməkçil, faydalı və yaxşı, B bəndidir. Literacy də ədəbi deməkdir. The ability to read and write. Oxumaq və yazmaq qabiliyyəti, bu da C bəndi. Cavab oldu B, A, C. Badda da Y bəndidir. 3də intelligence, şuur, dərrakə, ağıl, catch up, tutmaqdır, çatmaq. Baxın, reach someone or something, nəyəsə və kiməsə çatmaq. Bu olur A bəndi. Accomplish də nailiyyət əldə eləməkdir. Yəni finish something successful, nəyəsə uğurla bitirmək. Bu da olsun B bəndidir. Achieve, nail olmaqdan bu sözü biz sinonim götürə bilərik. Intelligence də ability to learn, understand, başa düşmək və öyrənmək qabiliyyəti C bəndi. Oldu C, A, B, cavab D bəndidir 3də. 4də ideal avaralanmaqdır. Possess, have-in sinonimidir, malik olmaq. Chill də sərinləmək deməkdir. Baxırıq, baxın, have, own something, nəyəsə malik olmaq. Own, have, possess. Üçü də sinonimdir. 2 oldu B. Ideal avaralanmaqdır. Baxın, spend time relaxing and doing something. Yəni, ancaq deyir, vaxtını dincələrək, heç nə etmədən keçirmək. Bu da avaralanmaqdır da, A bəndidir, B bəndidir. Chill də become cold but not freeze. Deyir, soyuq olmaq, amma donmamaq, yəni sərinləmək. Bu da oldu C. A, B, C oldu C bəndi. 5də issue, çap eləmək, bir də məsələ mənası var. Baxarıq. Hold, stopun sinonimi dayandırmaq. Grit də üyütmək deməkdir. Xırda parçalara üyütmək. Baxaq, crush into very small pieces. Baxın, kiçik parçalara ayırmaq. Bu olur A bəndidir. Make somebody something to stop. Bir kəsi deyir ki, dayanmağa və yaxud da nəyisə dayanmağa vadar etmək. Stopdursa holddur bu. Cavab olur C bəndi. Burada da produce something such as a magazine, jurnal kimi nəyəsə istehsal etmək, yəni çap eləmək mənasında ola bilər B bəndi. Bıca, o da oldu A. Broaden, genişləndirmək, sonra inkişaf etdirmək, lease də icarədir, rent sözündən sinonimdir, kirayə, icarə, baxaq. Expand something, nəyəsə genişləndirmək, broaden, 1C. Develop gradually, müntəzəm olaraq inkişaf eləmək. Onda bu da olur A bəndi. Lease də let somebody use something. Deyir, kiməsə istifadə eləmək üçün let, icazə vermək. Lease, bu da olur B bəndi. C, A, B, cavab. Hardadır? D bəndindədir. 7-yə keçirəm. Force əvvəlcədən görmə, flee qaçmaqdır. Beos da yəqin ki, lovğalamaq. Çünki Beosful lovğa adamdır. Run away from danger, təhlükədən qaçmaq. Bu ola bilsin ki, A bəndidir. Know about something before it happens. Bir şey baş verməmişdən əvvəl onun haqqında bilmək, yəni öncədən görmək. Beos da talk with too much pride of yourself. Yəni özündən qürurla, həddindən çox danışmaq, bu da elə lovğalamaq C bəndidir. Bad variantı. O da olur B bəndində. Praise, tərifləmək, prospect, çəkiləmək, resemble da oxşamaq, bənzəmək. Express your approval or admiration. Yəni öz approval, bəyənməsini və heyranlığını, bəyənməni və heyranlığını express eləmək, ifadə eləmək, yəni onu tərifləmək. Develop in a successful way, uğurlu bir şəkildə inkişaf etmək, yəni çiçəklənmək. Look like another person or a thing, başqa bir şeyə və şəxsə də bənzəmək. Bu da resemble'dır, bənzəmək, resemble. A, B, C variantı o da olur A bəndi. 9-a baxıram. 9-da birinci restore, yenidən bərpa eləməkdir. Push, itələmək, protest və elə protest eləməkdir. Baxağın.
Deməli, say that you disagree with somebody. Deyirsən ki, mən bir şeylə disagree'yəm, yəni razı deyiləm. Güman ki, bu protest eləməkdir. Move something from yourself. Bir şeyi özündən hərəkət elətdirmək, yəni itələməkdir bu C bəndidir. Restore da bring back to a former state or position. Yəni daha irəli bir vəziyyət və pozisiyaya gətirmək, yəni bərpa eləmək. Bu da B bəndidir. Bu C. C. Quarrel danışmaq, top, zirvə, rise-da günəşin çıxması, qalxmaq filan, baxağı. Have an argument, disagreement. Mübahisəsi olmaq və razılaşmamaq. Quarrel dili A bəndidir. Sonra baxırıq nə? Rise qalxmaq, go up, stand up. Bu da oldu B bəndidir. The highest part or point of something. Nəyinsə deyir, ən hündür hissəsi və point nöqtəsi. Yəni topu, zirvəsi. Bu da olur C bəndi. A, C, B bəndi. Y bəndindədir. 11-ə baxırıq. Review. Review, ruin, mend. Mend nədir? Təmir eləmək. Baxalım. Repair something after being damaged. Ziyan olduqdan sonra bir şeyi repair ilə təmir eləmək. Bu olsun B bəndidir. Examine something carefully again. Bir şeyi yenidən yoxlamaq, diqqətlə review eləmək, yəni baxış keçirmək. Sonra destroy something completely. Bir şeyi də tamamilə məhv etmək, dağıtmaq, ruin, destroy A bəndi. Bu ilin 9-larına düşmüşdü. Ruin, destroy, spoil, korlamaq. Üçü də sinonimdir. Sinonim olaraq düşmüşdü imtahana. C, A, B eləyir 11-də A bəndi. 12-də. Receive qəbul etmək, annual illik, day by day də günbəgün deməkdir. Occurring once every year, hər ildə bir dəfə baş verən. Yəni bu yəqin annual illik olar. Taking place each day, daily, gündəlik baş verən, day by day, B bəndi. Get or be given something, nəyisə əldə eləmək və verilmək, bu da C bəndidir, job. C, A, B. D bəndidir. 13-cü testə keçirəm. 13-də update yeniləmək, newsstand birisi nə qəzet köşküdür. Bax, burada insanlar hardan ki qəzet alırlar. Bu olsun C. Nəyisə modern eləmək, yeniləmək A. 12-də dozen B bəndi. A, B, C bəndi eləyir Y. Screenwriter, ekran yazısı, drop off, decrease'dir. Drop off, decrease, düşmək mənasını verir. Total da ümumi. Baxağın, complete amount or sum. Nəyinsə deyir ki, sum məbləği və ümumi amount miqdarı, complete amount ümumi miqdarı. Yəni total A bəndidir. Decline ilə decrease drop off-un sinonimdir. C bəndidir. Düşmək, enməkdir. Xüsusən də qiymətlərin düşüb enməsində istifadə olunur. Decrease. Increase, decrease. Someone writes a story for a film. Hekayə içində, film içində hekayə yazan adama screenwriter deyirlər. Bu da olur B bəndi. B, C, A. Bu C. Mən bayaq hərfi tərcümə eləmişdim. Buca var ki, D bəndi. Otherwise, əks təqdirdə, loving, sevən, architect də memar. Bax, feeling or showing love, sevgisini və böyük bir qayğısını göstərmək, bu olur C. Another manner differently, fərqli bir şəkildə, əks şəkildə A bəndi. Architect də memar deyir. A person who designs buildings, binaları dizayn edən adama da memar deyirlər. A, C, B. A, C, B, Y bəndindədir. Keçirəm 16-ya. 16-da sell poison, özünü zəhərləmə, recharge, yenidən bərpa eləmək və yaxud da yenidən şarj etmək, wind up-da deməli bitirməkdir. End up-dan sinonim ola bilir. Baxaq, end something, baxın, burada A bəndi. To fill a battery, batareya doldurmaq, nağarmaq, şarj eləmək, belə deyək də, B bəndi. Sell poison-də spoil a situation by making it very unpleasant on your own. Yəni, bir situasiyanı özü başına, deməli, xoşa gəlməyən eləməkdə, korlamaq, poiziya, özünü zəhərləmək, C bəndi. Yəni, bu hərfi mənada, yəni özünü zəhərləmək deyil ki, zəhərcib zəhərləsin. Yəni, situasiyanı pozmaq. Zıba. C. 17. Switch off. Transform, bunch. Bunch nədir aşağılar? Bir dəstə gül filan deyirdik də, biz onda istifadə olunur. Baxağın, a number of things, group of people, bu ola bilər C. Change in composition or structure, bir strukturda və kompozisiyada olan dəyişiklik, bu da transformda A bəndi. Switch off da turn off da söndürməkdir, B bəndi, buds. 18. 18-də investment, sərmayə, involve və evidence, sübut deməkdir. Baxırıq, deməli burada investment, putting money into something to make it profit, deyir, gəlir əldə eləmək üçün, make a profit, gəlir əldə eləməkdir, qeyd eləyin. Deməli, gəlir əldə eləmək üçün nəsə pul qoymaq, yəni sərmayə yatırmaq, bu adı. Sonra evidence, sübutdur.
Use to prove something. Nəyəsə istifadə, prove sübut etməkdir, feildir. Sübut eləmək üçün istifadə olunan şeyə nə deyirik? Sübut deyirik. Başa düşdünüz? Yəni nəyinsə doğru olduğunu sübut etmək üçün istifadə etdiyimiz dəlilə evidence deyirik. Amma prove özü sübut etməkdir. Involve da include something as a necessary part. Nəyinsə lazımi bir hissəsi kimi daxil olmaqdır. Bu da involvedur. B bəndi. A, B, C. A, B, C də olur. C bəndi. Sophisticated, təcrübəli, instruction, instruksiya, təlimat, burn da yandırmaq deməkdir. Baxırıq. Fire or flame. Flame alovdur, fire da oddur bilirik. Produce heat, istilik istehsal edir. Heat də istilikdir. Bir də onu deyim, heated sözü var. Bu da isidilmiş deməkdir. 6-cı sinif sözüdür. Deməli, uzun sözün qısası 3A bəndidir. Instruction, təlimat. Design to teach someone how to do. Deyir, bir kəsin nəyi necə etməyini, yəni bizə dizayn olunubdur ki, yəni bir kəsə nəyi necə etməyini öyrədəsən, təlimat, yəni B bəndi. Sophisticated də develop to high degree, bu da C bəndi. Cıba bəndi hardadır? C bəndindədir. Keçirik 20-yə. Polyglot iki dilli adamdır. Yəni çox dil bilən adamlara deyirlər. Deməli, town house-a şəhər evidir. Baxırıq nəyə? Deməli, knowing or using several language, bir neçə dil istifadə eləmək A bəndi. Town house-da və large city-də olan varlı bir evə deyək də, lüks bir evə B bəndi. Poçta lüks və elegant, zərif, incə, bu da olur C bəndi. ACB də hardadır? D bəndindədir. Deməli, polyglot bir neçə dil bilən adamlara dedik. Poş, necə deyim, elegant və yaxud da dəbli, dəbdəbəli, townhouse-da şəhər evi mənasını verdi. Bu da oldu D bəndi.